Salam, kanalıma xoş gəldiniz. Bu günləri sizlərlə qoz şirniyyatının hazırlanmasını paylaşacağım. Artıq Novruza az qalır, yaxınlaşır Novruz bayramı. Siz də bu şirniyyatı hazırlayıb öz Novruz süfrənizi bəzəyə bilərsiniz. Çox gözəl, çox dadlı, ovuntulu bir şirniyyatdır. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd etmişəm. Qaba yumurta, çərək yağı, pudra şəkəri əlavə edilib biraz ağarana kimi qarışdırırıq. Çərək yağı otaq temperaturunda olsa daha yaxşı olar. Sonra un, qabartma tozu, vanil əlavə edirik. Yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Qeyd edim ki, mənim hazırladığım reseptdə 45 ədəd qoz peçenyası alındı. Sonra ocağın üzərinə qoyuruq. Belə orta xodda ayarlayıb 2-3 dəqiqə qızdırırıq. Ondan sonra hazırladığımız kündələri içərisinə düzüb qapağını bağlayıb əlimizlə sıxırıq, formasını alsın. Təxmini 2 dəqiqə yarım qədər bişmə müddəti olur. Bişdikdən sonra o bir üzünü çevirib 10 saniyə qədər gözlədib sonra götürürük. O bir üzünü də tam qızartsaq o zaman çox quru olar. İçərisinə qaynanmış qatlaşdırılmış süd qoyuruq çay qaşığı ilə. Qıraqlarına da biraz çəkirik ki, bir-birinə yapışdırarkən tam rahat yapışsın. Əgər istərsəniz çərəz də qoya bilərsiniz, zövqünüzə uyğun. Belə bir formada hazırlayırıq. Çox dadlı bir şirniyyatdır. Hazırlayan hər kəsə nuş olsun. Kanalımı bəyəndiysəniz abunə olmağı, videomu like etməyi unutmayın. Əgər videomu sevdiysəniz, kanalımda Novruza aid başqa videolar da var. Keçid edib onlara da baxa bilərsiniz. Sağ olun.